Naxçıvanda gömrük əməkdaşları narkotik qaçaqmalçılığı cəhdindən qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə Şahtaxtı gömrük postunda İrandan Almaniyaya tranzit daşınan yük yoxlanılarkən gizlədilmiş küllü miqdarda heroin aşkarlanıb. Faktla bağlı isə araşdırmalar davam etdirilir. Naxçıvan Baş Gömrük İdarəsinin Şahtaxtı gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya hazır qida məhsulları yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib. Və yük ətraflı gömrük yoxlamasına cəlb olunub. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb. Gizlədilmiş heroinin xalis çəkisi 112 kiloqram 761.757 qram olub. Faktla bağlı araşdırma aparılır.